Salamlar. Bugün çox vacib bir məsələyə toxunacağıq. Metron KT injektorunuzu necə qorumaq olar? Bilirsiniz, düzgün təmizlik cihazın ömrünü xeyli uzadır. Gəlin bu işin incəliklərini birlikdə addım-addım öyrənək. Deməli, baxın, əsas sual budur. Bu balaca, xırda kristallar o bahalı avadanlığı necə olur ki zədələyir? İlk baxışdan elə zərərsiz görünürlər, elə deyilmi? Amma cavab, inanın, düşündüyünüzdən daha ciddidir. Biz təkcə bu sualın cavabını tapmayacağıq, həm də bu problemin kökünü necə kəsəcəyimizi göstərəcəyik. Yaxşı, təmizliyə başlamazdan əvvəl bir dəqiqə dayanaq. Ən birinci və ən vacib qayda nədir? Təbii ki, təhlükəsizlik. Gəlin baxaq görək, həm özümüzü, həm də cihazı qorumaq üçün ilk olaraq nələr etməliyik? Baxın, bu 3 addım müzakirəyə açıq deyil, mütləq edilməlidir. Birincisi, bütün inyeksiyaları dayandırırıq. İkincisi, cihazı gözləmə rejiminə keçiririk. Və üçüncüsü, ən vacibi, şprizlərdə heç bir təzyiqin qalmadığından tam əmin oluruq. Bilirsiniz, bu addımlar çox sadə görünsə də, əslində həm sizin, həm də cihazın təhlükəsizliyi üçün həyati dərəcədə önəmlidir. Super! Artıq hər şey təhlükəsizdir. İndi isə keçək əsas məsələyə. O bezdirici kristallarla necə mübarizə aparacağımızı addım-addım aydın şəkildə izah edəcəm. Deməli, proses çox sadədir. Birincisi, diqqət edin, isti yox, məhz ilıq distillə edilmiş su götürürük. Bu çox vacibdir. Sonra tüksüz bir parça və ya steril culanı bu suda isladıb, kristallaşmış hissənin üzərinə qoyuruq. Vəssalam. İndi isə ən çətin hissə gəlir, gözləmək. Təxminən 3-5 dəqiqə səbir edirik ki, su öz işini görsün və kristalları yumşaq bir şəkildə həll etsin. Səbir dostlar, burada açar sözdür. Və heç narahat olmayın, bu üsul tamamilə təhlükəsizdir. Yəni, Metronun öz tövsiyəsidir. Nə o həssas plastik hissələrə, nə də rezin kipləşdiricilərə zərər verməyəcək. Başqa sözlə, heç bir risk olmadan problemi həll edirik. Yaxşı, bəs o xırda əl çatmayan yerlər necə olacaq? Məsələn, şpriz kilidin ətrafı, pistonun birləşdiyi yer. Bax, burada işə pambıq çubuqlar, yəni bildiyimiz Q-tipslər girir. Onlarla bu dar yerləri çox ehtiyatlı təmizləyə bilərsiniz. Əgər görürsünüz ki, hələ də qalıq var, heç problem deyil. Sadəcə islatma andımını bir də təkrarlayın. İndi isə gəldik bir peşəkar məsləhətinə. Bəzən kristallar o qədər inatçıl olur ki, belə vəziyyətdə neytral pH-lı bir tibbi yuyucu vasitədən istifadə edə bilərsiniz. Amma çox durlaşdırılmış formada. Və bir qızıl qayda var. İşiniz bitən kimi o hissəni distillə suyla yaxşıca durulayın. Üzərində yuyucu vasitənin heç bir izi qalmamalıdır. Bu kritikdir. Yaxşı, indiyə qədər nə etməli olduğumuzu danışdıq. İndi isə daha da vacib bir məsələyə keçirik. Nəyi qətiyyən etmək olmaz? Baxın, bu hissəyə çox diqqətlə qulaq asın, çünki burada edilən bir səhv cihazı bir dəfəlik sıradan çıxara bilər. Bəli, məhz bu söz qadağandır. İndi sadalayacağımız vasitələrə yaxın durmaq belə olmaz. Zərəri geri dönüşü olmayan cürdən ola bilər. Baxın, bu cədvəl hər şeyi çox aydın göstərir. Soldakılar dostumuz, sağdakılar isə düşmənimizdir. Bəs niyə? Məsələn, adi spirtli salfetlər. Onlar rezin kipləşdiriciləri o halqaları elə qurudur ki, zamanla çatlayır və sızdırmağa başlayır. Aseton və digər həlledicilər isə ümumiyyətlə plastik üçün fəlakətdir. Çobud, fırçalar, iti alətlər isə təzyiq sensoru kimi həssas hissələri cızaraq kalibrasiyasını poza bilər. Yəni bunların vurduğu ziyan çox vaxt daimi olur. Yaxşı, təmizliyi öyrəndik, amma razılaşaq ki, ən yaxşı təmizlik heç təmizliyə ehtiyac qalmamağıdır, elə deyilmi? Gəlin indi də problemin yaranmasının qarşısını necə alacağımıza, yəni profilaktikaya baxaq. Baxın, burada bir neçə qızıl qayda var. Məsələn, hər günün sonunda injektorun başlığını ilıq vistillə su ilə silmək bir vərdiş halına gəlsə super olar. Kontrast maddəsi bir yerə sıçradı, gözləməyin, dərhal silin və hər dəfə şprizi taxanda onun yerinə tam oturduğundan əmin olun. Bu kiçik vərdişlər, inanın, böyük problemlərin qarşısını alır. Ancaq bir məqam var. Bəzən problem bizim həll edə biləcəyimizdən daha dərin olur. Bəs nə vaxt dayan, bu mənim işim deyil, servis çağırmalıyam demək lazımdır. Gəlin o sərhəddi müəyyən edək. Baxın, bu əlamətlərə qarşı çox ayıq olun. Əgər təmizləyirsiniz, amma kristallar qısa müddət sonra yenə yaranırsa və ya bu kristallar xüsusilə pistonun ətrafına yığılırsa və ən təhlükəlisi, kiçik də olsa bir sızma, bir nəmlik görürsünüzsə, bu artıq həyəcan təbiridir. Çox güman ki, bu sadəcə səthi bir problem deyil, daxildəki o halqalar köhnəlib və mikro sızma var. Bu vəziyyətdə isə mütləq texniki servisə müraciət etməlisiniz. Və beləliklə yekunlaşdıraq. Unutmayın, düzgün təmizlik və qulluq sadəcə bir məcburiyyət deyil, bu sizin bahalı avadanlığınıza
etdiyiniz bir investisiyadır. Bu onun ömrünü uzadır, daha stabil işləməsini təmin edir. Odur ki, sonda özünüzə bu sualı verin. Mənim injektorum həqiqətən qorunur.